Unit 13 listening, dinləmə olacaq. Dinləməyə başlamadan öncə uşaqlar siz qeyd edirəm ki, suallarla tanış olmalısınız. Ümumi özünüzdə anlayış yaransın ki, söhbət nədən gedir. Baxıram ki, hər yerdə Mars var. Burada da Mars var. Deməli, mənə Mars planeti haqqında danışacaq, düzdürmü? İkinci suala baxıram ki, məndən spesifik cavab istədiyi bir sual var. Mars niyə qırmızı planet adlanır? Mən buna diqqət etməliyəm. Daha sonra bir cümlə veribdir, hansı ki, oradan mənə dəqiq eyni sözü soruşur burada. O eyni sözə diqqət etməliyəm. Çaylar, göllərdən sonra gələn bir söz olacaq. True, false var. Burada da 4 informasiya verir və məndən bunun düzgün olub olmadığını soruşur. Mən mətni dinləmişəm. Dinləyirəm və sizin də dinlədiyinizi varsayıram və geri başlayıram. Artıq birincini saxlayacağım axıra. Həmişə siz də elə eləyin. Düzdür, yaza da bilərsiniz ilk dəfədən, amma axıra saxlamanız daha yaxşıdır ki, işlədikcə eşitməsəniz, yəni ilkin təəssüratınız olmasa belə çalışmaları işlədikcə o təəssürat yaranacaq sizdə ki, mətn nə haqqındaydı. Niyə Marsa qırmızı planet deyirlər? Mənə orada dedi ki, onun səthində dəmir oksid olduğu üçün qırmızı görünüşü var və buna görə də qırmızı planet adlanır. Orada qırmızı çiçəklərdən, qırmızı qayalardan, qırmızı atmosferdən söhbət getmir. Yer kürəsinə oxşar olduğunu deyir, ancaq bu da onun qırmızı planet adlandırmasının səbəbi deyildi. Üçüncü, burada Mars had rivers, lakes and even oceans demişdi. Bu sözlərdən heç birini orada adını çəkməmişdi. Gəlirəm 4-ə. True or false. Səhv və ya düz seçəcəm. Iron oxide is also called rust. Bəli, iron oxide rust adlanır. Bunu vurğulamışdı tekstdə. Curiosity is the name of one of the robotic rover. Deyir ki, bu robotlardan birinin adı Curiosity. Bu barədə heç bir məlumat verməmişdi tekstdə bizə. Əslində burada adətən olur, C variantı da olur, NG yazılar buna, not given. Yəni düz fikir, tekstdə əsasən səhv fikir, bir də elə fikirlər olur ki, onlar heç verilməyib də, buna biz not given deyirdik. Amma bizə burada not given variantını vermədiyi üçün biz onu false götürəcəyik. Mars has an atmosphere that can support life. Burada deyir ki, Marsın həyatı dəstəkləyən atmosferi var. Axı var demədi, may have dedi. Yəni ola bilər. Ona görə bu fikir səhvdir. Baxın, sadəcə bir modal orada tamamilə fikri dəyişir. Yəni biz bundan əmin deyilik. Orada bir ehtimal var. May. Robotic rovers have been exploring Mars and searching for signs of past or present life. Bəli, robotlar Marsı tədqiq edirlər. Keçmiş və indiki həyat haqqında araşdırma aparırlar. Bəli, yəni işarələrini axtarırlar. Bu truth. Birinci indi variantı seçə bilərəm, çox rahat. Deməli, elə bir variant seçməliyəm ki, bunu oxuyan adam mətni dinləmədən orada nədən söhbət getdiyini anlasın. Marsda həyatın kəşfi. Buna toxunmuşdu, amma bütün tekst bu haqda deyil. Marsın tədqiqatı. Buna da toxundu, ancaq bütün mətn bu haqda deyil. Günəş sisteminin formalaşması. Bu haqda heç informasiya yox idi. Yer kürəsinin tarixi. Xeyr, bu barədə informasiya vermədi. The fourth planet from the sun. Günəşdir. Günəş sistemindəki 4-cü planet. Bəli, orada adını çəkmir. Mars falan demir. Amma baxın, bizə nə demişdi? Marsın haqqını danışanda demişdi ki, Günəş sisteminə 4-cü planetdir. Bu planet hansıdır? Mars. Deməli, bütün tekstimiz Mars haqqındadır. Marsda həyat, Marsın atmosferi, Marsda olmuş belə deyim də, olma ehtimalı olan coğrafi obyektlər, onun adlandırılması, niyə belə adlandırılması. Baxın, Marsın müxtəlif aspektlərini tədqiq etdim. Yəni, ümumilikdə Mars haqqında danışmışam.